Salam dostlar, biz bu dərsimizdə convert funksiyası haqqında danışacağıq. Convert funksiyası verilmiş ədədi bir ölçü vahidindən digər ölçü vahidinə keçirmək üçün istifadə olunur. Deyək ki, mənim 5 bir ədədim var və bunu mən metrlə ifadə etmişəm. İstəyirəm ki, metri inçlə konvertasiya edeyim. Yazıram bərabərdir convert. Təbə tıklayıram. Number istəyir. C4 xanasını ötürdüm. From unit. Bizdə siyahı çıxır ki, hansı ölçü vahidindən hansına keçid edəcək. Yəni, mən istəyirəm ki, metrdən, baxın, nöqtəli vergül qoyuram, olsun incə konvertasiya edəcək. OK düyməsini tıkladım. Deyir ki, 5 metr 196.85 inçdir. Burada göstərilən digər siyahılara uyğun olaraq siz konvertasiya əməliyyatlarını icra edə bilərsiniz. Bununla da bizim convert funksiyası haqqında məlumatlarımız tamamlanmış oldu. Növbəti dərslərimizdə görüşənədək hələlik.